Müəllimlər, hər vaxtınız xeyir olsun. Bu videoda sizə 2025-ci il müəllimlərin işə qəbulu imtahanında müsabiqəyə necə qeydiyyatdan keçmək lazımdır, onu göstərəcəm. Keçən il də belə bir video çəkmişdim. Sadəcə keçən il təkcə identifikasiya ilə video çəkilmişdi. Yəni identifikasiya kodu ilə şəxsiyyət vəsiqəsində olan FIN kodla qeydiyyatdan keçməyi göstərmişdim. Bu il isə, yəni bu videoda isə hər ikisini, həm identifikasiya, həm də SIMA imza ilə necə qeydiyyatdan keçmək lazımdır, onu göstərəcəm. Müəllimlər, ilk növbədə daxil oluruq Chrome proqramına. Yaxşı olar ki, bunu planşetdə və yaxud kompüterdə eləyəsiniz ki, sizə rahat olsun. Baxın, digital login yazıb verir axtarışa. Çıxan birinci nəticəyə daxil oluruq və burada sağ tərəfdə daxil olun yazılıb. Daxil oluna klikləyirik, müəllimlər. SIMA imza identifikasiya. Mən indi sizə identifikasiyanı göstərəcəm. Bu videodan sonra isə ardınca sizə SIMA imza ilə necə qeydiyyatdan keçmək lazımdır. Yəni o başqa bir adamın qeydiyyatı olacaq. Hamısını sizə izah edəcəm. İdentifikasiya nömrəsi nədir? Şəxsiyyət vəsiqəsində olan FIN koddur. Siz öz FIN kodunuzu yazırsınız və şifrəni yazdıqdan sonra daxil oluna klikləyirsiniz və daxil olursunuz hesaba. Müəllimlər, burada baxın, əvvəl başqa cür idi. Biraz digital loginin dəyişiblər formasını. Axtarış yerinə yazırsınız. Elə müəllim yazın, gələcək burada. Bir dəqiqə, dili dəyişim. Müəllim yazan kimi gəlir, müəllimlərin işə qəbulu yazılacaq. Burada keçən il qeydiyyatdan keçmisinizsə, bu miqdən, yəni o bu ilə sayılmır da, bu il yenidən qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçin sözünə klikləyirsiniz, digital loginə üstünə vurursunuz və avtomatik özü sizi qeydiyyat bölməsinə göndərir. İlk birinci gəlir nömrə, operator seçin. Operator öz nömrənizi yazın, yəni işlək nömrənizi yazın və keçən də qeyd eləmişdim, bu il də qeyd edirəm. Bura yazdığınız nömrə məcbur deyil, asan logindəki, digital logindəki SIMA imzadakı nömrə ilə eyni olsun. Amma bu nömrə aktiv olmalıdır ki, sizə zəng gələ bilər. Davam etə vururuq. Burada kod gələcək sizin nömrənizə. Həmin kodu, bu SMS kodu daxil edin, buraya yazmalısınız. Maksimum 2 dəqiqə ərzində kod gəlir. Müsabiqədə iştirak etmək istədiyiniz bölmə. Müəllimlər, burada Azərbaycan bölməsini seçirəm mən. İndi Rus bölməsinə hazırlaşanlar və yaxud Rus dili müəllimləri indi Rusu seçə bilər. Bizdə Azərbaycandır. Müsabiqədə iştirak etmək istədiyiniz fən. Mən özüm 2 fən müəlliməm. Tarix, coğrafiya. Mən ya tarix seçməliyəm, ya coğrafiya seçməliyəm. Bu ildə həmin hər zaman kimi coğrafiyanı seçirəm. Növbəti. Baxın, burada şəxsi məlumatlar çıxır avtomatik. Faktiki yaşadığı rayon, şəhər. Müəllimlər, məsələn, tutaq ki, Gəncə qeydiyyatındasınızsa, Sumqayıt qeydiyyatındasınızsa və ya Bakıda yaşayırsınızsa, Bakını yazın. Harada yaşayırsınızsa, onu yazın. Burada A hərfi, baxın, A-dan sonra B gəlir, Bakı yoxdur burada. Bakı ən aşağıdadır. Çox adam çaşır, Abşeron yazır. Məsələn, qalır Əhmədlidə, Abşeron yazdığına görə gedir imtahan verir, Xırdalanda, Sumqayıtda, biraz uzaqda. Ona görə biraz aşağı gəlirik. Burada keçən Zərdabla Naxçıvan arasındaydı. Eynidir. Bakı. Faktiki yaşadığı ünvan. Məsələn, mən yaşayıram Sabunçu rayon. Bunun dilini dəyişəm. Rayonu Bakıxanov qəsəbəsi. Mailinizi də ki, yəni öz mailinizi yazın ki, aktiv mail olsun. Mesaj gələndə yəni baxa biləsiniz. Əslində çox adam deyir ki, bu vacib deyil. Valla vacib olmayan bir şeyi heç vaxt buraya əlavə eləmirlər. Yəni siz hamısını yazın ki, garantili olsun hər şey. Növbətiyə vururuq. Və burada artıq əsas yerlər gəlir. Təhsil pilləsi, müəllimlər. Ali təhsil. Burada məsələn mən 5 illik oxumuşam.
Burada mən 5 illiyə ali bakalavr təhsil də yaza bilərəm, ali 5 illik təhsil də yaza bilərəm. 4 illiklər məsələn burada ali 5 illik yaza bilməz, amma mən yaza bilərəm. Bunu mən soruşmuşdum Təhsil Nazirliyindən. Yəni orada mənə elə demişdilər. Amma siz 5 il oxumusunuzsa 5 ili yazın. 4 il oxumusunuzsa ali bakalavriat təhsili yazmalısınız. İxtisas diplomda nə yazılırsa, diploma baxın. Yəni diplomda nə yazılırsa onu qeyd edin. Təhsil aldığım müəssisə məndə Sumqayıt Dövlət Universitetidir. Hə, buradaymış. Yeri dəyişməyib hələ. Daxil olma ili 2014. Yəni bunların hamısına diqqət edin mənimlə. Bitirmə ili 2019. Diplomun səviyyəsi adi, təhsil haqqında sənədin nömrəsi. Ən aktual suallardan biri. Mənim sənədimdə nömrə yazılıb, mənim sənədimdə C yazılıb. Valla mən nə nömrəni yazıram, nə C-ni yazıram da, heç birini yazmıram. Hər ildə gedib imtahana girə bilirəm. Yəni məndə heç bir problem yaranmır. Mən yəni nömrənin özünü yazacağam, C nömrə falan yazmayacağam. İnanmıram ki ona ehtiyac olsun. Yəni çox adamda elə yazmır. Bunları yazdıqdan sonra bir dəfə yoxlayırsınız hamısını. Müəllimlər, növbəti keçəndən sonra burada sizə suallar gələcək. Hazırda müddətsiz müqavilə əsasında fasiləsiz olaraq həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisədə çalışırsınızsa, çalışdığınız müddəti seçin. Mən çalışmıram deyə elə olduğu kimi saxlayacağam. İşlədiyiniz müəssisənin tabi olduğu yerli sektor, təhsil sektoru, bunu da boş saxlayın. Yəni buna da bir yer yoxdur. İşlədiyiniz məktəb yoxdur. Birinci dərəcəli gözəllik, xeyr. Pedaqoji staj. Baxın, 5 ayda işləsəz, 6 ayda işləsəz, bu 1 ilədək sayılır. Mən stajım yoxdur. Elmi dərəcə yoxdur. Yəni bunları qeyd eləməlisiniz. Təltif, bu da yoxdur. Dərslik müəllifi deyiləm. Tədris müəllifi, vəsait müəllifliyi yoxdur. Müəllif deyiləm. Aşağıda növbəti butonuna klikləyirik və artıq bütün məlumatlar çıxdı. Yəni siz bu məlumatlar sondur. Siz buradan geri qayıdıb nəyisə düzəliş də edə bilərsiniz. Burada məlumatlarınızı da yoxlaya bilərsiniz. Məlumatları yoxladıqdan sonra əsas bu təhsil haqqında məlumata baxın. Xaricdə təhsil almışam. Xeyr, təhsil pilləsi, ali 5 illik təhsil, ixtisas tarix, coğrafiya müəllimliyi, Sumqayıt Dövlət Universiteti 2014-2019, diplomun nömrəsi, hamısını yoxladınız, əsas bunlardır. Yəni qeyd edim ki, zaten sizin barənizdə, yəni şəxsi özünüz haqqında məlumat yuxarıda avtomatik özü çıxır loginə görə. Təsdiqləyin və bitirin. Təsdiqlədikdən sonra bitirirsiniz və təkrar ərizəyə baxa bilərsiniz. Yəni bu çətin deyil. Belə müəllimlər, hər birinizə uğurlar. İnşallah hər kəs öz arzusuna çatar. İndi mən sizə bu videodan sonra davam edirik. SİMA imza ilə necə qeydiyyatdan keçmək lazımdır. Əsas qeydiyyat yerinə çatana kimidir, yəni SİMA imza ilə. Ondan sonrası rahatdır. Onu göstərəcəm indi. Deməli müəllimlər, gəldik qeydiyyatın SİMA imza ilə olan hissəsinə. Əslində SİMA imza daha rahatdır. Siz digital loginlə qeydiyyatdan keçəndə birinci identifikasiyana yox, SİMA imzanı yoxlayın. Çünki SİMA imzanın təsdiqi daha tez gəlir və qeydiyyatı daha rahat olur. Qeydiyyat deyəndə əsas loginə girənə kimi də, ondan sonra zaten MİQ-in öz qeydiyyat səhifəsi açılır. Burada da eyni qaydada yazırıq digital login və daxil oluruq. Çıxan birinci nəticəyə. Baxın, burada daxil ol yeri var sağda. Klikləndən sonra baxın, birinci ilə SİMA imza gəlir. SİMA imza ilə. Burada QR kodu açılacaq. Bu QR kodu, baxın, bu göstərdiyim digital login, yəni SİMA imzada aşağıda QR yazılıb, ana səhifənin yanında. Bu QR-ə klikləyəcəksiniz və burada QR kodu oxudacaqsınız. Oxutduqdan sonra avtomatik təsdiq edin gələcək sizə də. Barmaq izi də təsdiqləyəndən sonra müəllimlər bütün nə ekran açılsa hamısını təsdiq edəcəksiniz. Və kompüterdə sizin qeydiyyat, yəni qeydiyyat deyəndə digital logininiz açılacaq. Bizdə Nazim müəllimdir. Nazim müəllimin özünü də qeydiyyatdan keçirdirik. SİMA imza qurbanımız Nazim müəllimdir. Burada müəllimlər deməli yenə axtar yerinə yazırıq. Müəllim yazandan sonra zaten çıxmalıdır. Müəllimlərin işə qəbulu çıxdı. Və qeydiyyatdan keçin. Eyni qayda. Daxil ol yoxa, qeydiyyatdan keçin. Burada da icazə verirsiniz.
Vəssalam. Bayaq göstərdiyim videodakılar, yəni eyni formada gələcək. Yəni əsas sima imza ilə necə daxil olmalıyam? Yəni qeydiyyat yerinə mən sizə onu göstərirdim. Bu qədər müəllimlər, hər birinizə uğurlar.